Salam əziz abituriyentlər. Bu günlər mən sizə Albaniya dövlətinin video izahını verəcəm. Əsas məqamları sizin üçün qeyd edəcəm. Albaniya dövləti, yəni qədim Albaniya dövləti ictimai quruluşuna görə quldar, siyasi quruluşuna görə isə monarxiya dövləti idi. Paytaxtı Qəbələ şəhəri idi. Əhalisi 26 tayfadan ibarət idi. 26 tayfadan Qafqaz dilli və Türk dilli tayfalar mövcud idi ki, Qafqaz dillilərə Uytilər, Xınalıq, yəni Qubanın Xınalıq kəndində Xınalıqlar, Qubanın Buduq kəndində Buduqlular aid idi. Türk mənşələri isə biz Kaspi, Kadusi, Leqiləri, Uytiləri, Qarqarları misal çəkə bilərik. Bu tayfalardan ən böyüyü Alban tayfası olduğuna görə dövlətin də adı həmin tayfanın adı ilə adlanır, Albaniya dövləti. Albaniya dövləti şimalda yaranmış ilk dövlətimizdir. Biz deyirik ki, yəni cənubda yaranmış ilk dövlətimiz Manna dövlətidir. Daha sonra isə Atropatena dövləti cənubda yaranıb. Amma şimalda yaranan ilk dövlətimiz isə Albaniya dövlətidir. Eliyana görə Albanlar balığın içalatından yapışqan hazırlayırdılar. Əsas istehsalçı, qüvvə, azad insanlar idi. Qullar mövcud idi, amma qullar belə deyək də əməyindən geniş istifadə olunmurdu. Ancaq belə deyək, filiz mədənlərində, kənd təsərrüfatında istifadə edirdilər. Əhalisini 4 təbəqəyə bölürük. Birinci təbəqəyə padşah, hakim, ordu başçısı, ikinci təbəqəyə din xadimləri, üçüncü təbəqə hərbiçilər, dördüncü təbəqə isə təsərrüfatda işləyənlər daxildir. Daha sonra biz deyirik ki, ən hörmətli adam Albaniyada, yəni hökmdardan sonra ən hörmətli adam Ay məbədinin kahinidir. Strabona görə Albaniya mərkəzləşmiş dövlət idi. Eramızın ilk əsrlərində Albaniyada su dəyirmanlarından, yerli şüşə qablardan istifadə olunub. İlk möhürlər də dövlətin yaranması ilə eradan əvvəl 4-cü minillikdə yaranmışdır. Albaniyada ilk pullar Atropateniyada olduğu kimi Makedoniyalı İskəndərin adına, daha sonra isə Albaniyada eradan əvvəl 3-cü əsrdə yerli pullar kəsilməyə başlayıb ki, bunu da bizə Qəbələdə və Şamaxıda tapılan pul dəfinələri sübut edir. Şəhərlərin yaranması üçün ilkin şərait eradan əvvəl 1-ci minilliyə aiddir. Klavdiya Ptolemeyə görə Albaniyada 29 şəhər mövcud idi ki, əsasən də Qəbələ və Şamaxı şəhərlərinin adlarını çəkir. Kirəmiddən istifadə olunub, bu da elin mədəniyyətinin təsirinə məruz qaldığını göstərir. Yazı ilə hələ Əhəmənlərin dövründən, eradan əvvəl 1-ci minillikdən tanış idilər ki, bunu da bizə Oroisla Pompeyin yazışması, saxsı qablar üzərindəki yazılar sübut edir. 1-ci əsrdə Qobustan kitabəsi, 2-ci əsrdə Böyük Dəhnə kəndindəki abidə Albanların antik yazı ilə tanış olduğunu göstərir. Əsasən bütpərəst idilər. Zeus, Selena, Helios kimi tanrılara da inanırdılar. Pompeyin Albaniyaya yürüşləri var ki, eradan əvvəl 66-cı ildə Kür döyüşündə Romalılar qalib gəlir, Albanlar məğlub olurlar. Bu döyüşdə Albanlara padşah Orois başçılıq edirdi və döyüşdən sonra sülh müqaviləsi imzalanıb, lakin Albanlar Romalılara təqib eləyirlər və 65-ci ildə Qanıq döyüşündə Romalılar qalib gəlir, Albanlar məğlub edir. Burada da yenə Albanlarda hökmdar Orois idi. Sadəcə yürüşə Oroisin qardaşı Sərkərdə Kozis başçılıq edirdi və bu döyüşdə Romalılar hərbi hiylə ilə qalib gəliblər. Bu döyüşdə Alban qadınların şücaətindən Appian qeyd etmişdi ki, şücaətindən danışılır Qanıq döyüşündə. Amma hər iki döyüşün oxşar cəhəti odur ki, Albanlar məğlub olur, Romalılar qalib gəlir, həmçinin hər iki döyüşdən sonra sülh müqaviləsi imzalanıb. 36-cı ildə isə Albaniya Romadan asılı vəziyyətdə düşür. Romalılara Antonini sərkərdəsi Kanidi başçılıq edirdi, Albaniyada isə hökmdar Zober idi və Albaniya Romadan asılı vəziyyətdə düşür. Romalılar Albanlardan Parfiyaya qarşı istifadə etməyə çalışıblar. Həmçinin biz 2-ci əsrdə İmperator Adrianla dostluq münasibətləri görürük ki, bu siyasi əlaqələr 3-cü əsrin ortalarına qədər davam edib. Ondan sonra isə sadəcə iqtisadi əlaqələr olub Roma ilə. Alanların yürüşü var Albaniyaya.
1-ci, 3-cü əsrlərdə yürüşlər olub. Ən böyük yürüş isə 72-74-cü illərdə olub ki, Albaniya və Atropateniyada ərazisinə yürüş ediblər. Alanlardan bizə katakomba qəbirləri qalmışdır ki, bunlar da əsasən Mingəçevir və Qəbələ ərazisində tapılmışdır. Bu qədər Albaniya mövzusu ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.